Kommunal Təhsil İdarəsinin tabeliyində olan Saray Qəsəbə 3 nömrəli tam orta məktəb həmişə qabaqcıl və fəal məktəblərdən olub. Bu məktəbin uğurları, təlim tərbiyəsi, səliqə səhmanı danışmaqla bitməz. Elə şagird və müəllim münasibətlərinin yüksək səviyyədə olması buna bir nümunədir. Müəllimlər də öz şagirdlərindən ürək dolusu danışıb, onlarla fəxr etdiklərini söyləyirlər. Məktəbə daxil olduğumuz ilk andan bizi valeh etdi. Təhsil alan şagirdlər deyir ki, biz məktəbə həvəslə gəlirik, çünki müəllimlərimizi çox sevirik. Bu məktəb 19 il bundan əvvəl açılanda bizim məktəb kollektivinin bir şüarı oldu. Hər təlimin sonu yüksək tərbiyə olmalıdır. Bəli, tərbiyə bugün cəmiyyətimizi narahat edən ən başlıca məsələlərdən biridir. Çünki bizim xalqımızın əsrlərin sınağından keçib gəlmiş çox gözəl adət-ənənələri var, mənəviyyatı var. O mənəviyyat məktəbdə qorunmalıdır. Bəli, tərbiyənin əsası ailədə qoyulur. Ancaq məktəbdə, cəmiyyətdə bu tərbiyə işi inkişaf etdirilir. Yəni burada məktəbdə hər bir müəllim, yəni əslində bizim məktəbdə hər bir müəllim ədalətlidir. Yəni məktəbdə müəllimlər ədalətli olmalıdır, qanunverici olmalıdır, yəni qanunları tələb edən olmalıdır. Hər bir uşağın arasında onlara eyni münasibət bəsləməlidir. Biz sadəcə onların dediklərinə razı olmalıyıq və onlar da ki, yəni bizə burada elm, təhsil öyrədirlər, bizə gələcəyimizə hazırlayırlar. Yəni mən məktəbə gəldiyim ilk gündən bu günə kimi hər gün çox böyük həvəslə gəlirəm məktəbə. İstər müəllimlərim, istər şagird yoldaşlarım. Yəni bizim məktəbimiz çox mükəmməl səviyyədə bizə dərsi tədris edir. Keçirilən bütün yüksək tədbirlərdə, olimpiyadalarda iştirak edən şagirdlər həm qalib adı qazanır, həm də məktəbin adını həmişə uca tuturlar. Çəkiliş zamanı istər müəllim heyəti, istərsə də şagirdlər bir-birinə olan sevgidən, hörmətdən və anlayışdan doya-doya danışdılar. Təhsil verənlər və təhsil alanlar birgə anlaşarsa, burada yalnız yüksək təhsildən söhbət gedə bilər. Cəmilə Nəsir qızı, Kamil Quliyev, Bugün İnformasiya proqramı üçün.